Bugünkü xəstəmiz 14 yaşlı qızımızdır. Bizə üzdə səpkilərlə bağlı şikayətlə müraciət edib. Dediyinə görə dermatoloq həkimlərdən çox keçibdi, müalicələr alıb və üzdəki səpkiləri heç keçmir. Düşünüb ki, indi mədə bağırsağımı da yoxladım, bəlkə orada da nəsə var. Mədəsində öd reflüsü var. Sarı rəngdə gördüyünüz maye, ödlə qarışıq selikli köpüklü mayedir. Helicobacter pylori mikrobunu müəyyən eləmək üçün test götürürük. 12 barmaq bağırsaq təmizdir. Mədəsində bir dənə yarası var balaca. Çox maraqlıdır, xəstənin heç bir şikayəti yoxdur. Mədə ağrım yoxdur dedi. Mədədə yanma hissi yoxdur. Köp şikayəti yoxdur, amma gördüyüm kimi burada bir dənə yarası var. Böyük ehtimal öd reflüsünə bağlı yaranan qıcıqlanma nəticəsində yaranan xırda kiçik yaralardır. İnşallah müalicəsini verərik, yaraları sağaldarıq. Qida borusu aşağı ucunda eroziyaları var. Qida borusunun yuxarı hissəsi də təmizdir. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.